Salam hörmətli izləyicilər, 26 noyabr 2025-ci il tarixi, yəni bugün Pakistanın keçmiş baş naziri həbsxanada olan İmran Xan həbsxanada öldürülmüşdür. Hazırda verilən məlumatlara görə onun başçılıq etdiyi partiyanın silahlı qüvvələri həbsxanaya deməli hücum ediblər. Hökumət qüvvələri bu barədə çox ciddi tədbirlər görür və onu da nəzərinizə çatdırım ki, bu məlumatı Afghanistan Times qəzeti Pakistan deməli mətbuatının verdiyi məlumatlara görə bildirmişdir. Nəzərinizə çatdırım ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri vəzifəsində çalışmış, 2022-ci ilin aprel ayında göstərilən etimadsızlıq səslərinə görə vəzifəsindən kənarlaşdırılmışdır. 2023-cü ildə isə korrupsiyada və rüşvətxorluqda mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onu da nəzərinizə çatdırım ki, İmran Xan 44 günlük deməli müharibədə Azərbaycan xalqının, Azərbaycan dövlətinin yanında olan bir şəxs olmuşdur. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın. Allah rəhmət eləsin.